taksi sürmüsən də, ola bilər, kişi hər yerə pul qazana bilər. Təbii ki, bəli. Bir şeydir amma. Amma sən axı çamadan daşımısın. Sapçaq üçün sən taksi sürməmisən. Taksi sürsəydin, sən oradan da gəlib prezidentə çıxsaydın, mən sənə belə də başqa. Sən başqa psixologiya da olardı. Sən çamadan daşımısın. Və orada da qanunların böyründən pulları uğramaq, mənim oradakı dostlar var, indikilər, hamısı milyardları var. O, oradan artıq, bu adamın, Said xanım, hər bir təxəllüs qazanmaq olar, pis də qazanmaq olar, yaxşı da qazanmaq olar. Mən professional musiqiçiyəm və musiqiçilərin Bakıda demək olar ki, hamısı təxəllüsü var. Hamısının təxəllüsü var idi. Onların içində yaxşı təxəllüslər də var idi. Məsəl üçün, adını deməyəcəm, sonra incərim məndə. Məsələn, Dana filan kəs, Dana. Dana təxəllüs dördündə öz aramızda. Yaxşı təxəllüs dördündə. İndi bunun təxəllüsü mol olur. Dana yaxşıdır, Dana bir kəllə ata bilər, düzdür. İt də yaxşıdır, çaqqal da yaxşıdır, çaqqal da şey eləyir, məsələn, mol. O paltarların üstündə belə gözə görünməyən bir şey. Deməli, mol nə öldürür molu? Naftalin. Düzdür. İndi bu da naftalindir.